Salam əziz dostlar və dəyərli izləyicilər. Bugün sizlərə sırf ingilis dili üçün lazım olan kitab adları deyəcəm ki, hansı ki bunları, bu əsərləri, bu hekayələri oxuyaraq ingilis dilinizi inkişaf etdirə bilərsiniz. Və bu hekayələr sırf ilkin başlanğıc üçün çox yaxşıdır və dilin inkişafına həqiqətən də müsbət töhfələr verə biləcək vəsaitlərdir. Və bunların adlarını birazdan ekranda sıra-sıra gedəcək, görəcəksiniz. Hansı ki bunları yükləyə bilərsiniz Google-dan və yaxud da ChatGPT-yə yaza bilərsiniz. O sizə linki verə bilər ki, hardan yükləyə bilərsiniz. Və yükləyib həqiqətən oxuduğunuz halda qısa bir zamanda inkişaf hiss edəcəksiniz. Çünki kitab oxumaq, hekayə oxumaq bir dilin əsas özəllərindən biridir. Bunlar hansılardır? İndi ekranda bir-bir sizlər üçün göstərirəm.